Müsəlmanın Qalası kitabında müəllif rahimehullah məscidə girərkən oxunan duaları gətirir və onlardan birini dünən götürdük və bugün isə digər duanı gətirir. Bismillah və salatu və selamu alə Rasulillah. Allahümme ftəhli əbvabə rəhmətik. Bismillah. Rasulullah sallallahu aleyhi və səlləm üzərinə salavat gətirilir. Ona salat və salam olsun. Allahım mənim üçün rəhmət qapılarını aç. Məscidə girərkən insan Rəbbindən rəhmət qapılarının açılmasını istəyir. Çünki hədisdə gəlir ki, de Bismillah və salatu və selamu alə Rasulillah. Və o ki qaldı, Bismillahın deyilməsi haqqında ixtilaf var. Və Şeyx Alban rahimehullah öncədən bunu səhihləşdirmiş, sonra ondan geri qayıtmış. Və həmçinin digər hədis var. Ənəs radiyallahu anhudan gəlir İbn-i Sunnidə və onu isə Şeyx Alban rahimehullah Həsən demiş, sonra ondan da geri qayıtmış. Və olur ki, yəni elm əhli bəzən hədisə hökm verir və sonra o verdiyi hökmdən qayıdırlar. Deməli, Bismillah zikri bunun əvvəlində məscidə girərkən sabit deyil. Və deyir ki, necə ki, Əbu Hümeyd və Əbu Useydin rivayətlərində Peyğəmbər sallallahu aleyhi və səlləmdən gəlir ki, İzə dəxalə əhadukumul məscidə fəlyüsəllim. Yəni, sizdən biri məscidə girdiyi zaman Peyğəmbər sallallahu aleyhi və səlləmə salam desin. Sonra desin ki, Allahümme ftəhli əbvabə rəhmətik. Allahım, rəhmət qapılarını mənim üçün aç. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləmə salam demək, bu sabitdir. Və bu bir neçə yoldan gəlmişdir. Əbu Hümeyd və həmçinin Əbu Useyddən. Və Əbu Davudda da keçir, Sünən əsərində. Və Peyğəmbər sallallahu aleyhi və səlləmdən, yəni bu rəvayəti gətirir. Və hər bir halda, yəni bu hədis sabitdir. Yəni salavat, Peyğəmbər sallallahu aleyhi və səlləmə salamın deyilməsi məscidə girərkən. Və Abu Davud da bu hədisi gətirdikdən sonra susmuşdur. Və belə bir qayda var ki, əgər Abu Davud rahimehullah bir şey deməyibsə, susubsa, bu dəlil üçün, ihticac üçün yararlı sayılır. Və həmçinin İbn Hibban və Nəvavi Suyuti və Şeyx Albani rahimehullah və eyni zamanda Şeyx Abdüləziz ibn Bəz rahimehullah da bunu həsən saymışlar. Yəni, məscidə girərkən salamın deyilməsi Peyğəmbər sallallahu aleyhi və səlləmə. Və həmçinin Əbu Hüreyrədən da gəlmişdir və o hədisi də Şeyx Alban rahimehullah səhihləşdirib. Və o ki qaldı salavatın deyilməsi, burada açıq aydın salam gəlir və salavatın deyilməsi ilə də bağlı burada keçir. Fə innə səhət min fi'l Rasulillah sallallahu aleyhi və səlləm, Peyğəmbər sallallahu aleyhi və səlləmin feilindən, əməlindən sabit olmuşdur. Və o ki qaldı salamın deyilməsinə və bunu Peyğəmbər sallallahu aleyhi və səlləm əmr etmişdir. Və məscidə girən insana əmr edir ki, salam desin Peyğəmbər sallallahu aleyhi və səlləm və sonra desin ki, Rabbiğfirli dunubi və həmçinin günahlarımı bağışla. Və bəzi rivayətlərdə bu da gəlmişdir. Və Şeyx Alban rahimehullah da yəni bu hissəni də səhihləşdirib sonra geri qayıdıb. Deməli, dua daha səhih olan hissəsi Peyğəmbər sallallahu aleyhi və səlləmə
salam və salavat gətirilir və sonra dua oxunur ki, Allahümmə ftəhli əbvabə rəhmətik. Allahım, rəhmət qapılarını mənim üçün aç. Xülasə odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat və salam deyilir və sonra dua oxunur. Allahümmə ftəhli əbvabə rəhmətik. O ki, qaldı salavat. Salavat nə deməkdir? Peyğəmbər sallallahu aleyhi və səlləmə salavatın deyilməsi. Əgər bu qul tərəfindən, yəni insanlar tərəfindəndirsə, bu dua mənasını verir. İnsanların salavatı, yəni dua deməkdir. Mələklərin salavatı isə istiğfar mənasındadır. Allah Teala Quranda buyurur ki, İnna Allaha və mələikətəhu yusalluna alən nəbi. Allah və mələkləri Peyğəmbərə salavat gətirirlər, salavat edirlər. Deməli, mələklərin salavatı istiğfar, bağışlanma diləməkdir. Və insanların salavatı isə dua mənasındadır. Və o ki, qaldı Allah Teala'nın salavatı isə tərif mənasındadır. Bəzilər rəhmət deyir, amma daha yaxın olan görüş isə necə ki, Buxarıda gəlir, salavat tərifdir. Yəni, Allahın salavatı tərifləməsidir. Yəni, əgər Allah Teala Peyğəmbərinə sallallahu aleyhi və səlləmə salavat edirsə, yəni onu mələklər arasında tərifləyir. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim mənə bir salavat deyərsə, Allah Teala onun üçün 10 salavat deyər. Deməli, insan Allah Teala'dan Peyğəmbər sallallahu aleyhi və səlləmin təriflənməsini istəyirsə bir dəfə, yəni Allah Teala o insanı 10 dəfə tərifləyər. Harda? Mələklərin yanında. Huvəl-ləzi yusalli aleykum və mələikətuhu liyuxricakum minəz-zulumati ilən-nur. Yəni, sizə salavat edən və həmçinin Allah və mələkləridir sizi zülmətlərdən nura çıxartmaq üçün. Deməli, salavat deyildiyi zaman, qulun salavatı, yəni insanların salavatı dua mənasında, mələklərin salavatı isə istiğfardır, bağışlanma diləməkdir. Allah Teala'nın salavatı isə tərifdir. Və bu, rəhmət mənasından daha aydındır. Yəni, daha dəlil tərəfindən də daha sabit olan tərifdir. Yəni, Allah Teala salavat etdiyi zaman nə deməkdir? O qulunu tərifləməsidir. Demək, xülasə olaraq salavat insanlar tərəfindən dua və mələklər tərəfindən isə istiğfardır. Yəni, istiğfar da yenə duaya aiddir. Və o ki, qaldı Allah Teala tərəfindən isə təriflənməkdir. Ona görə söz olaraq eyni sözdür. Salavat. İnsanın salavatı, mələklərin salavatı, Allahın salavatı. Amma görürsən ki, mənalar fərqlənir. İnsanın salavatı dua, mələklərin salavatı istiğfar, Allahın salavatı isə tərifləməsidir, qulunu tərifləməsidir. Və Peyğəmbər sallallahu aleyhi və səlləmə salam deyildiyi zaman, salamın mənası nədir? Və bu təfsilatı ilə salavat mövzusunda gələcək. Çünki orada həm salavat keçir, həm də salam keçir. Lakin burada yenə işarə edəcəyimiz məna odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat, yəni salam deyildiyi zaman Əssəlamu aleykum deyirik, yaxud Əssəlamu alən nəbi, Əssəlamu alən nəbi. Yəni burada qəsd olunan Əssəlam Allahın adlarındandır. Əssəlam Allahın adlarından biridir. Və burada nəzərdə tutulan salamatlığın istənilməsidirmi? Yoxsa Allahın adının
istənilməsi nəzərdə tutulan. Yəni çünki Allah Taala'nın adı da özündə salamatlığı əhatə edir və bunu gərəkdirir. İnşallah bu barədə geniş danışılacaqdır. Deməli, Əs-səlamu alən-nəbi deyildiyi zaman, yəni elə bil ki, mənalardan biri sənin üzərinə Allahın adı olsun. Və bəzi mənalarda İsmullahi aleykə, Allahın adı sənin üzərinə olsun. Yəni burada yenə məna olaraq, yəni onun üçün salamatlığın gerçəkləşməsini istəyirsən. Yəni sən kimə salam deyirsənsə, onun üçün salamatlığın hasil olmasını istəyirsən. Yəni içərisində bir dua vardır ki, onun üçün salamatlıq istəmək. Və buna görə onun izahında deyirlər ki, La xalavtə minəl xayrati vəl barakat. Yəni sən deyəndə ki, salam olsun, yəni sən xeyirlərdən və bərəkətlərdən xali olmayasan. Yəni daima sənə xeyirlər və bərəkətlər hasil olsun deməkdir. Kimə ki artıq bu hasil olar, salamatlıq, ona bərəkətlər enər və bütün xeyirlər onun üçün cəm olar və həmçinin o insan eyiblərdən, afatlardan, yəni bəlalardan, naqisliklərdən salamat qalar. Yəni bu dua ilə bu mənaların hamısı demək olar ki, gerçəkləşmiş olur. Əs-səlamu aleykə. Və baxmayaraq ki, burada forma xəbər formasındadır. Və həmçinin biz başqalarına salam verdiyimiz zaman deyirik ki, Əs-səlamu aleykum. Yəni bunun içərisində biz nə istəmiş oluruq? Bir mesaj var ki, mesaj, yəni Əs-səlamu aleykum dediyimiz zaman, yəni bizdən sizə xoşa gəlməz heç bir şey toxuna bilməz. Yəni mənim tərəfimdən sən salamatlıqdasan. Yəni afiyət içərisindəsən. Yəni heç bir qorxu, çəkindiyin, xoşlamadığın bir şey hasil ola bilməz. Əgər mən sənə dedimsə, Əs-səlamu aleykum, yəni sən onun üçün salamatlıq istəyirsən. Yəni onun içərisində bir mesaj var ki, məndən sənə bir pislik toxuna bilməz. Mənim tərəfindən sən salamatlıq içərisindəsən. Yəni bu mənaları həmçinin elm əhli gətirir və İbn Qayyim rahimehullah da yəni bu barədə danışarkən yəni mənaları bir-birinə bağlamışdır. Yəni bu öz yerində gələcəkdir. Deməli biz Əs-səlamu alən-nəbi dediyimiz zaman və bundan sonra deyirik ki, Allahümmə ftəhli əbvabə rəhmətik. İnsan məscidə girdiyi zaman Rəbbindən rəhmət qapılarının onun üçün açılmasını istəyir. Və ona görə yaxşı olar ki, insan bu duaları, bu zikirləri anlayaraq desin. Bəzən deyirik, amma fikir, yəni insanın qəlbi başqa yerdə dolaşır. Və ona görə bir çox xeyirlərdən məhrum oluruq. Əgər o xeyirləri tam şəkildə əldə etmək istəyiriksə, yəni bu zikirləri, bu duaları etdiyimiz zaman gərək mənasını anlayaraq, ayıq qəlblə deməliyik ki, o xeyirlər hasil olsun. Deməli, burada rəhmət qapılarının üzərinə açılmasını insan istəyir və burada müxtəlif növ rəhmətlər də təfsir olaraq, izah olaraq verilə bilər və həmçinin müxtəlif növ qapılar. Əgər bir insana rəhmət qapıları açıldısa, xeyirlər, bərəkətlər bir-birinin ardınca onun üçün hasil olur. Rabbani, Allahın lütfü həm dünyada və həmçində axirətdə. Əgər insana rəhmət qapıları açılarsa, yəni insanın Allahın rəhmətini qazanması ən böyük uğur sayılır. Allah Teala buyurur ki, iman gətirib salih əməl edənləri
öz rəhməti altına alar, rəhmətinə daxil edər və sonra buyurur ki, ən açıq aydın fovz, uğur, qazanc, qələbə, zəfər elə budur. Yəni, ola bilər, yəni insanın dünyada hər hansı bir şeyə nail olması, universitetə qabil olması, yaxud da hər hansı bir işə nail olması, onun üçün bir uğur kimi sayıla bilər. Amma biz ayələrə baxdığımız zaman Allah Teala yəni ən böyük uğurun, qazancın, zəfərin, nailiyyətin cəhənnəmdən uzaqlaşaraq cənnətə daxil olmasını gətirir. Çünki buyurur ki, فَمَنْ زُحْزِحَ عَنِ النَّارِ وَاُدْخِلَ الْجَنَّةَ فَقَدْ فَازِ. Kim cəhənnəmdən uzaqlaşdırılaraq cənnətə daxil edilərsə, artıq fovz əldə etmişdir. Yəni qazanc, uğur, qələbə, zəfər, nailiyyət. Deməli, nailiyyət budur. Və həmçinin bu bir ayədə isə yenə rəhmətinə daxil olanlar. İnsan surəsində buyurur ki, يُدْخِلُ مَنْ يَشَاءُ فِي رَحْمَتِ. Allah Teala istədiyini öz rəhmətinə daxil edir. Allah Teala hər birimizi öz rəhmətinə daxil etsin. Və burada da ona görə bu mənaları insan düşünməlidir ki, Allahümmə ftəhli əbvabə rəhmətik. Rəhmət qapılarını üzərimə aç. Yəni, əgər insana rəhmət qapıları açılarsa, bunun mənası odur ki, ona nurlar, hidayətlər bütün növləri ilə hasil olar. İrşad hidayəti, yol göstərmə hidayəti, yolu görmək və tövfiq hidayəti, insanın müvəffəq olması və bundan sonra onun üçün xeyirlər, sevdiyi işlər, hansı ki, onunla insan cənnətdə əbədi neymətləri qazanır. Bütün bunlar hamısı Allahın rəhmətidir. Allah Teala öz rəhməti ilə qullarından istədiyinə rəhm edir. Əgər rəhmət qapıları insana açılarsa, rəhmənin feyzi, xeyirləri, hidayəti və lütfü ona bir-birinin ardınca gələr. Cənnətə daxil olana dək. İftəhli əbvabə rəhmətik. Rəhmət qapılarını mənim üçün aç. Və burada xüsusi olaraq hər hansı bir şey qeyd olunmadı. Və buna görə də o qapılar əhatəli şəkildə götürülməli, təsəvvür olunmalı. Həm dünyavi qapılar, xeyir qapıları, rəhmət qapıları və həmçində axirət baxımından olan rəhmət qapıları hamısını əhatə edir. Ona görə bəzən ümumi gəldiyi zaman onların hamısını əhatə edir. Deməli, insan girmək istədiyi zaman deyir ki, Allahümmə ftəhli əbvabə rəhmətik. Allahım, rəhmət qapılarını mənim üçün aç. Amma çıxdığı zaman isə Allah Teala'dan lütfündən istəyir. Allahın lütfün, Allahım əsəlükə min fadlik. Allahım, sənin lütfündən səndən istəyirəm. Deməli, girdiyi zaman rəhmət qapılarının açılmasını istəyir. Yəni, Allah Teala'nın o lütfüne, rəhmətinə nail olmağı və bunu da insan necə əldə etmək istəyir? Dua etməklə yanaşı, zikr ilə, məscidə gir, məsciddə zikr edir, namazı ilə, ibadəti ilə və məsciddə oturması ilə, gözləməsi ilə, qalması ilə, namazdan sonra digər namazı gözləməsi ilə, bütün bunlar hamısı Allahın rəhmətini qazandıran səbəblərdir. İnsan məsciddə olduğu zaman nə ilə məşğul olur? Allaha yaxınlaşdıracaq bir işlə məşğul olur. Məscidə daxil olur nə üçün? Zikr etmək üçün, ibadət üçün, Allah Teala'nın sevdiyi işlərə nail olmaq üçün. Və ona görə də girərkən daha münasibdir insanın Allahın rəhmətini istəməsi, rəhmət qapılarının açılmasını istəməsi. Amma məsciddən çıxarkən isə artıq dünyaya çıxır, onda lütfünü istəməsi daha münasibdir və inşallah məsciddən çıxarkən
oxunan zikrin izahında bu daha geniş gələcəkdir. Deməli, məscidə girərkən bu duanın oxunması müstəhəbdir. Və İbn Teymiyyə rahimehullah buyurur ki, bu duanı Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidinə girərkən isə bu daha müəkkəd olur, daha müstəhəbliyində güclü olur. Və bu da öncə keçən Fatimə radiyallahu anhənin hədisinə əsasən və orada da müəyyən zəiflik var. Və əlavə olaraq da Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidi olduğuna görə və İbn Teymiyyə rahimehullah buyurur ki, alimlər həcc ibadətləri və həcc ayinləri haqqında kitab yazarkən orada Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidini ziyarət etməyin ədəblərini qeyd ediblər. Və o ədəblərdən də biri qeyd ediblər ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidinə girərkən Peyğəmbər sallallahu aleyhi və səlləmə salam deməkdir. Baxmayaraq ki, bu digər məscidlərə girərkən də salam deyilir. Və İbn Teymiyyə rahimehullah bunu deyərkən hansı mənaya çatmaq istəyir? Deyir ki, məscidə girərkən, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidinə girərkən salam demək qəbrinin yanında salam deməkdən daha faydalıdır. Və yəni İbn Teymiyyə rahimehullah o görüşdədir ki, salam vermək üçün qəbrinin yanına getməyə bir lüzum yoxdur. Və həmçinin qeyd edir ki, sahabələr qəbrin yanına getməzdilər salam vermək üçün. Onlar həm səfərlərdən gəlirdilər və həmçinin döyüşlərdən gəlirdilər. Və onlardan biri Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidində 2 rükət namaz qılardı və olduğu yerdən, oturduğu yerdən, o namaz qıldığı yerdən Peyğəmbər sallallahu aleyhi və səlləmə salam deyər və salavat gətirərdi. Yəni qəbrin yanına getmədən. Və həmçinin deyir ki, yeganə sahabə, hansı ki, səfərdən gələrkən Peyğəmbər sallallahu aleyhi və səlləmin qəbrinin yanına gedərək salam verən İbn Umar radiyallahu anhumə olub. Yəni səfər etmək istədiyi zaman və yaxud da səfərdən qayıtdığı zaman qəbrin yanına gedərkən salam verərdi. Amma digər sahabələr qəbrin yanına getmədən də salam verərdilər.